Bismillahirrahmanirrahim ve bihi nesta'in ve sallallahu ala seyyidina Muhammed ve alihi tahirin. Selamun aleykum, hər vaxtınız xeyirli olsun əziz tamaşaçılar. Ən üstün ilahi mesaj verilişinin demək olar ki, son hissəsidir. Elhamdülillah bura qədər Qədirxum hadisəsi haqqında, əməlləri barəsində, fəziləti barəsində, Peyğəmbərin Qədir xütbəsi barəsində, İmam Əlidən, İmam Sadiq, İmam Rıza əleyhissalamdan nəql olunan xütbələr və həmçinin İmam Hadi əleyhissalamın Qədiriyyə ziyarətnaməsi barəsində biz bacardığımız qədər də sizə məlumat verdik. Bugünkü verilişimiz sonuncu verilişdir. Bu verilişdə digər imamlardan, məsumlardan, Əhl-i Beytdən Qədirxum barədə olan o qısa kəlamlardır. İstəyirəm sizin nəzərinizə çatdırım. Elə başlayaq Əli əleyhissalamdan. Əli əleyhissalamın o xütbəsini ki oxuduq, ondan əlavə bəzi yerlərdə Qədirxum hadisəsinə Əli əleyhissalam işarə edib. Nəql olunub ki, Əmir-əl-Müminin əleyhissalam, Peyğəmbər sallallahu aleyhi və səlləm dünyasını dəyişəndən sonra Ənsar və Mühacir ki, həqiqətdə mühacirlər Əli əleyhissalamın imamət və xilafətini qəsb eləmişdilər. Onların cəmində belə buyurdu. Və la əlimtu ənə Rasulullah tərəkə yevmə Qədirxum li əhədin hüccətən və la liqailin məqala. Deyir ki, mən inanmıram. Bu mümkündür ki, Peyğəmbər Qədirxum günündə bir nəfər üçün hüccəti tamamlanmış olmasın, bir bəhanə yeri qoysun. Bütün o mühacirlərin, ənsarın içində siz ki, Qədirxumda var idiniz. Peyğəmbər hamıya hüccəti tamamladı. Orada elan elədi ki, məndən sonra rəhbər kimdir, ilahi xəlifə kimdir? Heç bir kəsin bəhanəsi yoxdur ki, desin ki, o mənim xəbərim yox idi. Peyğəmbər özündən sonra rəhbər təyin eləmədi. Bu bir nümunə ki, Əli əleyhissalam Qədirxum hədisinə ehticac eləyib. Bu oxuduğum hədis ehticac kitabının 1-ci cildinin 83-cü səhifəsində nəql olunub. Başqa bir yerdə də vardı. Xitab eləyib mühacirlərə belə deyir ki, ya məaşirəl mühacirin vəl ənsar. Ənşudukum billah, əsəmi'tum Rasulullah sallallahu aleyhi və aleyh yəqulu yevmə Qədirin kəza və kəza. Sizi and verirəm Allaha. Ey mühacirlər və ənsarlar toplumu. Ey mühacirlər, ey ənsarlar, sizi Allaha and verirəm. Siz eşitmədiniz Peyğəmbər Qədirxum çölündə nə dedi? Onlar hamısı eşkilliklə dedilər ki, bəli, eşitdik. İtiraf elədilər. Amma təəssüflər olsun ki, əməl eləmədilər. Bu hədisdə Əl-İhqaq kitabının 6-cı cildinin 337-ci səhifəsində nəql olunub. Başqa bir nümunə xanım Zəhra salamullahi aleyha. Xanım Zəhra salamullahi aleyha da Qədirxum barəsində kəlamı vardır. Mən burada bir hekayə var, istəyirəm o hekayə əsasında bəzi kəlamlar ki, xanım Zəhradan nəql olunub Qədirxum barəsində onu sizə çatdırım. Bir dəfə bilirsiniz də Qədirxum hadisəsini ki, unutdular heç. Peyğəmbərin qızının evini, qapısını yandırdılar. Muhsini bətnində sikt oldu, təəssüflər olsun, zülümlər olundu. Xanım Zəhra salamullahi aleyha həm mühacirlərə söhbəti var idi, həm ənsarın xanımlarına, Mədinə xanımlarına xütbəsi var idi. O cümlədən xanımın kəlamlarından da biri belədir. Buyurur ki, Ənəsitum qovlə Rasulullah sallallahu aleyhi və aleyh yevmə Qədirxum. Ey ənsar, ey ənsarın xanımları, siz unutdunuz Peyğəmbərin kəlamını, Qədirxum çölündə buyurdu ki, mən kuntu mevla fəhazə əliyyum mevla. Siz bunu unutdunuz, üzərindən 2-3 ay keçməyib heç. Bu xanım Zəhranın Qədirxum barəsində olan kəlamlarından biridir. Sonra buyurur ki, fəma cəələllahu li əhədin bə'də Qədirxum min hüccətin və la uzr. Qədirxum hadisəsindən sonra, Peyğəmbərin o uzun xütbəsindən sonra buyurur ki, heç bir nəfər üçün Allah Taala hüccət və üzrü qəbul eləməyəcək. Heç bir bəhanəni qəbul eləməyəcək. Peyğəmbər açıq aydın şəkildə özündən sonra xəlifəni təyin elədi. Oxuduğum bu hədis Dəlailül İmamə kitabının 122-ci səhifəsində nəql olunmuşdur. Başqa bir yerdə buyurur ki, İləykum ənni fəla uzrə bə'də tə'zirikum və la əmrə bə'də təqsirikum. Yenə də məzəmmət edərək buyurur ki, siz təqsir elədiniz. Təqsir etdikdən sonra sizin heç bir üzrünüz qəbul olunmayacaqdır. Bir dənə hədis dedim, bunu istəyirəm üzərində dayanam. Bu hədisi nəql eləyən Məhmud ibn Ləbid ya Lubeyd adında bir şəxsdir. Peyğəmbər dünyasını dəyişmişdi. Gördüm xanım Zəhra salamullahi aleyha narahatdır və
Bəzən gələrdi Ühüd qəbirstanlığına ziyarət eləyərdi. Günlərin birində mən xanım Zəhra salamullahi əleyha yaxınlaşdım, salam elədim və xanım Zəhra da gəlib ziyarət eləyərdi, ağlayardı, həm atasına görə, həm haqqı qəsb olunduğuna görə, fədəki əlindən alındığına görə ağlayardı. Və mən ərz elədim və dedim ki, ya seyyidətə nisa'il aləmin, ey aləmlərin xanımlarının seyyidəsi, nə üçün ağlayırsan, bu qədər məsələn nalə eləyirsən? Xanım Zəhra salamullahi əleyha buyurdu ki, ya Əba Ömər, yəhiqquli əl-buqa, gərək mən ağlayam. Və ləqad usibtu bi xeyril aba Rasulillah və şəvqa ilə Rasulillah. Gərək mən ağlayam. Mən Peyğəmbər kimi bir atanı əldən vermişəm. Və burada bəzi məsələlər də olur, üzərindən keçirəm. Sonra buyurur, həmin Məhmud ibn Lubeyd deyir ki, dedim ki, ya Zəhra, ya səyyidətə nisa'il aləmin, həqiqətən Peyğəmbər əlini özündən sonra xəlifə təyin eləmişdir. Bunu mən deyəndə xanım Zəhra salamullahi əleyha çox narahat oldu və buyurdu ki, va əcəba, mən təəccüb edirəm. Ənəsitum yevmə qədirxum. Siz Qədirxumu nə tez unutdunuz? Məgər Qədirxumda Peyğəmbər açıq, aydın şəkildə, rəsmi surətdə Əli əleyhissalamın imamət və vilayətini insanlara çatdırmadı, insanlardan beyət almadı. Sonra Əli əleyhissalamın fəzilətini buyurur, Əliyyun xeyru mən uxallifuhu, Peyğəmbərdən nəql edir bu hədisi. Sonra həmin Məhmud ibn Lubeyd deyir ki, xanıma dedim ki, bəs əgər belədirsə, bu imamət və vilayət Əli əleyhissalamın haqqıdırsa, nə üçün Əli əleyhissalam o tələb eləmir, onlarla mübarizə aparmır, xilafəti ələ gətirsin? Xanım Zəhra salamullahi əleyhanın məşhur kəlamı buyurur ki, ya Əba Ömər, ləqad qalə Rasulullah. Peyğəmbər buyurur ki, məsəlül imam, məsəlül Kəbə. İmam Kəbəyə bənzəyir. Kəbənin ətrafına gedib fırlananlar. Kəbə gəlib sənin ətrafa fırlanmaz ki, imam da belədir. Gərək imamın da ətrafına gedəsiniz. İmamın köməkçisi olsaydı, bəli, bunu edərdi. Amma hamı tək qoydu Əli əleyhissalamı. Bu da Əli əleyhissalamın Qədirxum barəsində xanım Zəhra salamullahi əleyhadan nəql olunmuş bir hədis. İmam Həsən əleyhissalamla da vardır. İmam Həsən əleyhissalamda vardır ki, və qad rəvəv Rəsulullahi ilə nəsəbəhu ləhum bi qədirxum və səmiuhu və nadəlləhu bil vilayə. Bu da İmam Həsən əleyhissalamda öz həyatında bəzi yerlərdə Qədirxum məsələsini işarə edir. Peyğəmbər orada hamını cəm elədi, topladı və Əli əleyhissalamın imamətini çatdırdı. O cümlədən İmam Hüseyin əleyhissalam. İmam Hüseyin əleyhissalamda o şəxslər ki, İmam Əli əleyhissalamın imamət və vilayətini qəbul eləmirdilər, onlara xatırladardı. O cümlələrindən də biri budur ki, Ənşudukumullah ətələmunə ənə Rəsuləllah nəsəbəhu yevmə qədirxum. Bəziləri də siz səhabələrsiniz Qədirxumda, siz var idiniz. Sizi and verirəm Allaha. Bilirsiniz ki, Allahın Rəsulu Əli əleyhissalamı Qədirxum günündə rəhbər olaraq təyin elədi. Fənadə Allahu bil vilayə, onun vilayətini insanlara çatdırdı. Və qaləl yübəlliğə şahidəl qayib və dedi ki, burada olanlar olmayana çatdırsın. İmam Hüseyin əleyhissalamda baxın, Qədirxumu xatırladır ki, belə bir hadisə olub. Orada Əmir əleyhissalamın imamət və vilayətini insanlara çatdırıb. Onlar da yekdilliklə dedilər ki, Allahümmə nəəm. Bəli, ya Hüseyin, sən düz buyurursan. Peyğəmbər belə etmişdir. İmam Səccad əleyhissalamla da vardı ki, öz kəlamında xatırladır ki, Peyğəmbər buyurdu ki, mən kuntu muvlahu fə əliyyun muvlahu. Bunu İmam Səccad əleyhissalam işarə edir Qədirxum məsələsinə. Və yaxud da İmam Baqir əleyhissalamdan da vardı ki, buyurur, İnnə Rəsuləllah qubizə, Allahın Rəsulu dünyasını dəyişdi və qəd qamə bi haqqina və əmərə bi taətina, bizim haqqımızın nə olmağını dedi və bizə itaət eləməyə əmr elədi və fərəzə vilayətənə və məvəddətənə, həm bizim məhəbbətimizi, həm vilayətimizi vacib elədi. Sonra və əxbərəhum bi ənə ovlan nasibihim min ənfusihim. Eynən Peyğəmbərin o Qədirxumda olan cümlələrinə işarə edir və sonra əmr elədi ki, ən yübəlliğə şahidu əl-qaibə. Sonra o dedi ki, burada olanlar olmayanlara çatdırsın. Bu da İmam Baqir əleyhissalamın. Amma İmam Sadiq əleyhissalamın 4 dənə, 5 dənə biz xütbəsini oxuduq ki, Qədirxum barəsində idi.
Artıq İmam Sadiq əleyhissalamın kəlamları məlumdur. İmam Kazım əleyhissalam Harun ər-Rəşidlə mübahisə eləyəndə orada Qədirxum məsələsinə işarə edir. Buyurur ki, Harun ər-Rəşidə deyir: "Nəhnu nəddəy ən nəbla cəmil xəlaiq lana." İmam buyurur ki, İmam Kazım əleyhissalam deyir, biz iddia edirik, sözümüz budur ki, bütün xəlaiqin hamısının vilayəti bizim üçündür. Dinin vilayəti bizim üçündür. Amma haulail cuhal yazunnunehu vila el-milk. Amma cahil insanlar bunları öz üçün xilafət götürüb hakimiyyətçilik edirlər. Sonra gəlib buyurur ki, və nəhnu nəddə izalika liqulun nəbi yevmə qədirxum. Biz bunu özümüzdən demirik. Bəlkə Peyğəmbərin Qədirxumda buyurduğu kəlama əsasən deyir ki, vilayət və imamət başlayır Əli əleyhissalamdan ta davam eləyir bizlərə qədər. İmam Rıza əleyhissalam da elə keçən verilişdə xutbəsini oxuduğu ki, Qədirxum barəsində nələr buyurmuşdu. İmam Cavad əleyhissalamdan da vardı. İmam Hadi əleyhissalamın Qədiriyyə ziyarətini biz oxuduq, qeyd elədik. Və İmam Həsən Əskəri əleyhissalam və həmçinin İmam Zaman əleyhissalam. Demək olar ki, bütün məsumların hamısından Qədirxum haqqında kəlamlar vardır. Elhamdülillah, Allaha şükür edirik. Allah bizə nəsib elədi. Əli əleyhissalamın imamət və vilayəti barəsində olan Qədirxum hadisəsini onun təfərrüatı ilə eləyə bildik. Zərrə qədər də olsa siz əzizlərlə bölüşək. Ümidvaram ki, həm sizin üçün, həm mənim üçün faydalı olsun. Allah Taala inşallah bunu bizlər üçün axirət azuqəsi qərar versin. Hamınızı Allaha tapşırıram. Və sallallahu ala seyyidina Muhammed və alihi tahirin. ألا من كنت